su kuyumuz. Bakın. Allah'a şükürler olsun. İçinde suyu da var. Keçen suyu yok idi. Kurumuştu. Niye kurumuştu? Çünkü yağıntılar az düşəndə gərək vaxtında quyunu təmizləyəsən. 35 ildir təmizlənməyən quyu. O vaxt 18 metr dərinliyi var idi. İndi uzağı olar 12 metr. Və içində də su var. Keçən çəkmişdim, suyu yox idi. Bu il suyu var. Və bu məni çox sevindirdi, çox. Bir gün gələcəyik, enəcəyik, onu təmizləyəcəyik. Mütləq. Mütləq. Salamat qal. Salamat qal, buyuruz. Atamın xatirəsi. Bu da bizim uşaqlığımızın hovuzu. Baxın. Kafelimiz hələ də durur. Kafelimiz hələ də durur. Uşaqlıqda bax bu hovuzun içində su doldururduq. İçmirdik bax bu hovuzun içində. Yenidən o hovuzun içindəyəm. Yenidən o hovuzun içindəyəm. Bax bu bizim evimiz. Bu da bizim hovuzumuz. Bax belə. Bax belə. O bizim dağdağan ağacımız. Tut ağaçlarımızdan biri. Sonradan bitən dağdağan ağaçları. Və möhtəşəm Xan çinarı. Atamın əl işi. Qoşa çinar.